Azərbaycan dili üzrə sertifikasiya imtahanının demo versiyası istifadəyə verilir. İlkin nəticə üçün müxtəlif yaş kateqoriyalarından 2000 nəfərin nəticəsi lazımdır. Bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib. Sədr imtahanda iştirak üçün Yazıçılar Birliyinin üzvlərinə, müəllimlərə, elm adamlarına müraciət edib. Biz bu imtahanı onlayn variantını ictimaiyyətə təqdim etmişik. Mənim çağırışım Azərbaycan dili müəllimlərinədir. Mənim çağırışım bu sahədə çalışan mütəxəssislərədir ki, o imtahanda iştirak etsinlər, öz fikirlərini, öz təkliflərini bizə təqdim etsinlər. Dövlət İmtahan Mərkəzi müəyyən bir mərhələdən sonra bu imtahanı əsasında real sertifikatlar verəcək, Azərbaycan dilinə aid olan sertifikatlar verəcək. Məleykə Abbaszadə gələcəkdə rus bölməsi üçün Azərbaycan dili imtahanının da rəqəmsallaşdırılacağını bildirib. Müxtəlif imtahanlar rəqəmsal formatda artıq tətbiq olunubdur. Birinci kütləvi imtahanlar hansı ki rəqəmsal imtahanlar olacaqdır. Yəqin ki bu Azərbaycan dili Rus bölməsində dövlət dili kimi bilirsiniz imtahanlar var. Bu il hələ ki bu imtahan olacaqdır kağız daşıyıcılarında, amma gələcəkdə biz bu imtahanı rəqəmsal şəkildə keçirməyi nəzərdə tuturuq. Qeyd edək ki, bu sertifikasiya imtahanı ölkəmizdə ilk dəfə tətbiq olunur. İmtahan müddəti 3 saatdır. İmtahanda təhsil səviyyəsi, iş yeri, tutduğu vəzifədən asılı olmayaraq hər kəs iştirak edə bilər. İştirak ödənişsizdir və sertifikatın etibarlılıq müddəti 2 ildir. Aynurə Xudaverdiyeva, Namiq Hüseyev, Xəzər xəbər.